Mənə bir qardaşımız yazdı, dedi ki, bacım vaxtsız vədəsiz dünyadan köçdü. İstəyirəm bacımın əziz xatirəsinə bir şeir yazıb səsləndirəsiniz. Allah məkanını cənnət, ruhunu şad eləsin bacımızın. Bu şeirimizdə qardaşı Seymur tərəfindən cavan yaşda dünyadan köçən Mədinə bacımızın əziz xatirəsinə həsr olunur. Yazmışam ki, ağrılarım çoxalıbdı gedəndən. Dözmürəm həsrətinə, qurban olum, gəl. Göz yaşlarım dinmədi heç gedəndən, gözlərinə heyran olum, qayıt gəl. Nə yaşım var, ağarıbdı saçlarım. Gedişinlə sinəmə dağ çəkmisən. Nə baxırsan sakit-sakit üzümə, ömrü günü heyf edib gedimsən. Cənnətdəsən, ad günündə, ay bacı. Cənnətdəsən, ad günündə, ay bacı. Bax hələ bu evdə yerin görünür. Qara olub sənsiz bütün günlərim, ürəyimiz hələ sənlə döyünür. Sən özün kömək ol. Sən özün kömək ol, güc yetir Allah. Bezmişəm mən daha candan ilahi. Dərdlərim bir yandan alır canımı, bacımın dərdi də bir yandan ilahi. Tək mənim dərdimə dərman bacımdır. Tək mənim dərdimə dərman bacımdır. O mənim sol yanımdır. O baş tacımdır. Gizlədib saxladığım ağrım acımdır. Sən elə məkanın cənnət ilahi. Sən elə məkanın cənnət ilahi.